Bismillahirrahmanirrahim. Salam dəyərli və əziz müsəlmanlar. Bir daha sizə Ramazan ayına həsr olunmuş Quran ayı söhbətlərində xoş gördük. Bugün biz Hədid surəsinin 28-ci ayəsi barəsində danışarıq. Ayədə Allah Taala buyurur: "Ya eyyuhellezine amenuttaqullaha və aminu bi rasulihi yu'tikum kifleyn min rahmetihi və yec'al lekum nuran temşuna bihi və yaghfir lekum. Vallahu gafurur rahim." Ayədə Allah Taala buyurur: "Ey möminlər, Allahdan təqva edin və onun Rəsuluna iman gətirin." Ənfal surəsinin 29-cu ayəsində Allah Taala buyurdu: "Ey möminlər, Allahdan təqva edin. Sizə furqan verərik." Bu ayədə Allah Taala Rəsul sözünü də artırır. Ona görə ki, bəziləri elə düşünməsin ki, təkcə Allaha dua etmək, Allahdan təqva etmək, Allahdan danışmaq kifayətdir. Yox, onun Rəsulu şərtdir. Biz keçən çıxışlarımızda dedik ki, Ali-İmran surəsinin 31-ci ayəsində Allah Taala buyurur: "Qul in kuntum tuhibbunallaha fattabi'uni yuhibbukumullah." De, əgər onlar Allahı sevirlərsə, onun Rəsuluna tabe olsunlar. Onda Allah onları sevər. Bu barədə danışdıq. Allahın Rəsuluna iman, Allahın Rəsulunu vasitə etmək şərtdir. Onu şərt bilməmək, ona itaat etməmək, ona təvəssül etməmək itaatsizliyin ən böyük nümunəsidir. Allah buyurur: Allahdan təqva etsəniz və Allah Rəsuluna iman gətirsəniz, Allah sizə öz payından 2 pay ayırar. Sizə 2 pay verər. Yəni rəhmətini sizə daha geniş şamil edər. Ayələrdə keçir. Allah Taala buyurur: "Mən caa bil hasenat felehu əşru amsalha." Hər kəs yaxşı iş görsə Allah 10 bərabərin verər. Bəqərə surəsində buyurur 700 bərabərin verər. Sonra buyurur: "Vallahu yudaifu limen yasha." Allah istədiyi bəndəyə artırar. Yəni o bəndənin ixlası daha dərindirsə, daha xalisdirsə, onun mükafatı da daha böyük olar. Deməli, Allah rəhmətini daha geniş bizə şamil edər. Hansı şərtlə? Allahdan təqva edək və onun Rəsuluna sözün əsl mənasına iman gətirək. Onun Rəsulunun sözlərinə qulaq asaq. Ayın davamında buyurur: "Və yec'al lekum nuran temşuna bihi." Sizə Allah nur verər. Biz əgər əşyaları görürüksə, burada 2 mühüm amil vardır. Onlardan biri olmasa biz bu dünyanı görə bilmərik. Birincisi görmə qabiliyyətimizdir. İkincisi də bu işıqdır, bu nurdur. Nur olmasa, işıq olmasa, zülmət qaranlıq olsa biz əşyaları, bu dünyanı görə bilmərik. Eyni zamanda nur, işıq var, amma görmə qabiliyyəti yoxdursa, yenə də biz görə bilmərik. Niyə? Çünki ikisi də lazımdır. Allah ayədə buyurur ki, əgər siz Allahdan təqva etsəniz, biz keçən çıxışlarda dedik, təqva oruç tutmaqla insana verilir, namaz qılmaqla, ibadət etməklə insana bəxş olunur. Deyir, əgər təqva əldə etsəniz, Allah sizə nur verər. Siz oğrunu doğrudan ayırarsınız, çaşmazsınız. Görürsünüz, təqvalı insanlar tarix boyu düz yolda olublar. Əmmarlar, Əbuzərlər, Salmanlar, Miqdadlar bu günə qədər. Allah Teala Ərəf surəsində buyurur: "İnnellezîne taqav izâ messahum taifun mineşşeytan tezekkeru." Onlar ki Allahdan təqva eləyirlər. Mən bu sözü niyə Allahdan qorxmurlar kimi məna etmirəm? Çünki o söz düz deyil. Allahdan qorxmaq sözü bu təqvaya aid deyil. Təqva Allahdan təqva edirlər, yəni Allahın buyurduqlarını yerinə yetirirlər. Məsuliyyət üzərlərində hiss eləyirlər, pərhizkarlıq edirlər. Təqvanın ilkin mərhələsi vacibatları, Allahın insana vacib etdiklərini həyata keçirmək, haramlardan çəkinmək nəzərdə tutulur. Allahdan qorxmaq Quran-ı Kərimdə bir neçə yerdə keçib, o da Allah Teala deyir: "Fələ təxafuhu və xafuni." Onlardan niyə qorxursunuz? Məndən qorxun. Yəni Allah birbaşa insana deyir, məndən qorx. Yox. Deyir, təqva elə ki. Qorxmaq söhbəti deyil. Fələ təxşavhum və xşavuni deyir. Xəşiyyət daha önəmlidir. Xəşiyyət xofdan da fərqlidir. Bir var insanın
insandan bir təhlükə hiss edib sən qorxursan, buna xavf deyər ərəb. Bir də var yox, insanın əzəmətindən, hörmətindən çəkinirsən, ona hörmət edirsən deyə çəkinirsən, buna xəşyət deyərlər. Allah Quranda deyir: "Əlləzîne yuballiğuna risalatillah və yaxşavnahu və la yaxşavna ahadan illallah." Allahın dinini təbliğ edənlər təkcə Allahdan xəşyət eləyərlər. Bu ayrı bir mövzudur. İstəmirəm haşiyə çıxım. Ona görə də bu təqva sözünü mən Allahdan təqva edin. Yəni vacibatları yerinə yetirin, haramlardan çəkinin, məsuliyyət hiss eləyin. Onda Allah sizə rəhmətini daha geniş şamil edər. Onda Allah sizə nur verər, həqiqəti görərsiniz. Ərəf surəsində də Allah buyurur: "İnnellezîne taqav izâ messahum taifun mineşşeytan tezekkeru." Təqvalı insanları şeytan yaxınlaşan kimi onlar ayılırlar. Və yəğfir lekum. Allah günahları bağışlayar. Vallahu Gafurur Rahim. Allah bağışlayan da. Təqvanın nəticələri barəsində biz keçən söhbətlərimizdə də işarə etmişdik. Burada da qeyd edirəm. Digər bir nəticəsi budur ki, Allah Teala insanın çətinlikdə qoymaz. Allah insana bütün hallarda qapı açar. Buna Allah Teala Təlaq surəsinin 2-ci ayəsində, 2-ci ayənin sonunda, 3-cü ayədə buyurur: "Və men yettaqillah yec'al lehu mahracan və yerzuqhu min haysu la yahtasib." Hər kəs Allahdan təqva etsə, Allah ona bir çıxış yolu qoyar. O bütün məsələlərdə, istər fikri məsələlərində olsun, istər qəlbi məsələlərdə olsun, istər ictimai, istər siyasi, istər fərdi, istər ailə, bütün məsələlərdə Allah ona bir çıxış yolu açar. Özü buyurur: "Və men yettaqillah yec'al lehu mahracan və yerzuqhu min haysu la yahtasib." Xüsusilə ruzi arasında deyir. Problemi var, maddiyyat problemi var. Allah deyir, onun ağlına gəlməyən biz yollarla onun ruzisini yetirərik. Digər bir ayda Allah Teala buyurur, biz onun işini asan eləyər. Yəni təqvanın digər bir nəticəsi Allah tərəfindən insanın çətinliklərinin asanlaşdırılmasıdır. Təqvalı olsaz, Allah fürqan verər, Allah nur verər, bunu deyib. Günahlarınızı bağışlayar, günahlarınızın üstünü örtər. Allah rəhmətini daha geniş sizə şamil edər. Bu ayədə də deyir ki, Allah çıxış yolu açar sizə. Təlaq surəsinin 4-cü ayəsində buyurur: "Və men yettaqillah yec'al lehu min emrihi yusra." Hər kəs Allahdan təqva eləsə, Allah onun üçün işləri asan eləyər. Allah onun işlərini sadələşdirər, çətinlikdən onu çıxardar. Allah inşallah bizi Allaha sözün əsl mənasında təqva edən möminlərdən, müsəlmanlardan qərar versin. Sizə Allaha tapşırırıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.